Hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Mənəvi Qətrələr verilişi Ramazana özəl xüsusi buraxılışı ilə yenidən sizin görüşünüzə gəlib. Qeyd edək ki, qonağımız ilahiyyatçı yazar Ağa Hacıbəylidir. Xoş gəlmişsiniz Ağa müəllim. Sizinlə yenidən görüşmək çox xoş oldu. Təşəkkür edirəm, minnətdaram bizim üçün də. Ənənəmizə sadiq qalaraq icazəniz olarsa istəyirəm ki, verilişi yenə poetik bir misralarla başlayım. Bu dəfə seçimimiz Xəlil Cübranın Peyğəmbər əsərindəndir. Ağa müəllim, orada yerli cəmaət Əl-Mustafadan uşaqlar haqqında ona məlumat verməsini istəyir və Peyğəmbərin oradakı fikirləri çox diqqətə layiqdir. O qeyd edir ki, sizin uşaqlarınız əslində sizin uşaqlarınız deyil. Onlar həyatın özünün özünə qarşı olan həsrətinin oğul və qızlarıdır. Onlar sizin vasitənizlə gəlirlər, amma sizdən gəlmirlər. Siz onlara öz məhəbbətinizi verə bilərsiniz, amma öz fikirlərinizi yox. Siz onlar kimi olmağa can ata bilərsiniz, amma əksini diktə edə bilməzsiniz. Maraqlı yanaşmadır. Günümüzdə hər bir insanın formalaşması üçün, xüsusən də mənəvi dünyasının yaranması üçün, zənginləşməsi üçün ailənin çox böyük rolu var. Amma bugünkü cəmiyyətimizdə bütün digər münasibətlər kimi görürük ki, ailə münasibətlərində də, xüsusən valideyn-övlad münaqişələri daha çoxalmaqdadır, bir yadlaşma sezirik. Əslində, baxsaq, yekdil qənaət belədir ki, qərbdən fərqli olaraq şərqdə nə atalar və oğullar problemi, nə də analar və qızlar problemi yoxdur. Amma hər bir halda bir problem sezilməkdədir. Bunun problemin həlli üçün əsrlər öncə deyilmiş Həzrəti Əli əleyhissalamın övladlarınızı öz dövrünüzə görə yox, onların dövrünə görə yetişdirin misrası bugün də keçərlidir. Bəs siz necə düşünürsünüz? Bu problemi necə həll etmək olar? Və yaxud da valideyn-övlad münasibətlərində valideyn və övladın üzərinə düşən öhdəliklər nələrdir? Dəyərli Fidan xanım, əziz izləyicilərimizi mən də salamlayıram. Verdiyiniz suala görə də təşəkkür edirəm. Yenə keçən dəfə olduğu kimi çox çaplı, ciyər tərcədən bir sual oldu. Təbii ki, insan oğlu bu həyatda şəkillənməli, formalaşmalıdır. Bir mənəvi təkamül keçir. Yer üzünün ilk insanı Adəm babamız olub. O bir nəbidir. Hər halda bir çox qaynaqlarda göstərilir, insanın mənbəyi, mənşəyi ilə bağlı fərqli məxluqlar tərcih edilir. Bu bizim nə inancımıza, nə etiqadımıza uyğun gələn dəlillər deyil, əsla olması da imkansızdır. İnsanın fizioloji varlığı, insanın psixoloji varlığı, insanın sosioloji varlığı, insanın mənəvi, ruhani varlığı əslində bu kimi tezləri qəbul eləmir və insanın özü əslində genetik olaraq, mahiyyət baxımından digər yaradılmışların alisidir və daha fəzilətli olduğu da görünür. Deməli, bu fəzilətli insanın, Həzrəti insanın da bir doğulduğu vaxtı var. Onun bu təkamül prosesini necə keçəcək? Onun əlindən kim tutacaq? O yüksək insanlığın zirvəsinə yelkən açması üçün dəstəyi kim verəcək? Doğru söylədiniz ki, bu işdə Peyğəmbərimiz Aleyhisselatü Vesselam'dan misallar verdiniz, yazarın baxışı olaraq, onun nəzəri olaraq. Bir də işin praktik tərəfi var. Bir də Həzrət Aleyhisselam'dan bir misal verdiniz. Bəli, yerində bir gözəl ifadədir. Çağımıza, zəmanəmizə daim işıq tutacaq bir böyüyün, imamın, imamət o lədun elmindən aldığı bir bilgi ilə əslində önümüzdəki qaranlıq dünyamızı işıqlandırır. İşin başında övlad tərbiyəsi dayanır. Bu tərbiyə necə verilirmi ümumiyyətlə tərbiyə, yoxsa tərbiyə olunurmu? Biz dünənə qədər tərbiyə mərkəzi olaraq ailəmizi görürdük, məktəb görürdük. Bugün isə qaynaqlar biraz dəyişib, yeni zəmanənin daha fərqli üsulları, metodları ortaya çıxıb, interneti var, sosial şəbəkəsi var, daha çox uşaqların bağlandığı bugün sel kimi axıb getdiyi yönlər var. Bugün də biz bəlkə də bir evlad tərbiyəsi deyəndə bir canavarın, bəlkə də bir aslanın ağzından ovu almaq kimi görürük. O qədər zaman labirintlərin içərisində, çətinliklərin içərisindədir ki, və bir tərəfdən qloballaşan bu dünyanın mədəniyyət canavarları digər mədəniyyətləri udub yox eləyir və belə bir dövrdə, bu informasiya əsrində, bu atom əsrində biz şəxsiyyətli, vətənpərvər, Rəbbini tanıyan, axirətinə inanan, Peyğəmbər sevgisi ilə, xalq, millət dəyərləri ilə formalaşan bir gəncin yetişməsində təbii ki, çox fərqli bir metodu izləməliyik.
Burada əsas olan odur ki, bizim atalıq məqamını fəth etmiş atalar, analıq zirvəsinə çıxmış analar bəzən müəyyən bir özləri belə deyək, artıq ailə dəyərləri ilə bağlı, o ailə dövlətinin idarəsi ilə bağlı mənən, ruhən, fizioloji olaraq, psixoloji olaraq hazır olmadıqlarından dolayı birdən-birə məsələn ata olur, ana olur. Düşünün məsələn bir doktorun doktor olması üçün bir 10 il çalışır. Bir müəllimin müəllim olması üçün 7-8 il universitet qurtarır. Müəyyən mərhələləri keçdikdən sonra artıq dövlətin beyni sayılan o məktəbin içərisində fəaliyyətə başlayır. Amma bir də görürsünüz 20 yaşında bir ailə qurdu, ata oldu və yaxud da xanım ana oldu və birdən-birə uşaq tərbiyəsi ilə baş-başa qalır. Və hardan başlayacağı, necə edəcəyi, hansı addımlar atacağını bilmədən və yanlış, doğru, xətalı bir ailənin içərisində və ailədən o qədər dərin bilgiləri olmayan, bir tərəfdən də bayaq söylədiyimiz kimi və dünyanın çeşitli bilgiləri ilə də məlumatlandırılmış adamlar da görürsünüz ki, ailədə bir gərginlik yaranır və ailə qalası çökür və o gözəl bağçanın gülləri beləcə solub gedir və zərər millətə, xalqa, dövlətə dəyir. Və bütün bunların içərisində biz başqa bir şey istəyirdik axı. Bu ailə qurulmalıydı. Bu gözəl ailə Allah adına quruldu. Orada Peyğəmbərimizin aleyhissalatü vesselamın ismi zikir olundu. Və nikah kəsildi, o masa başında sözlər verildi. Ailə qurmaq sıradan bir hadisə deyildi. Əslində bu 60 ilin, 70 ilin qərarı idi. Amma 7 gün getmədi, 70 gün getmədi. Nə idi burada səhv addım atılan, hansı səhvlər, xatalar vardı ki, əslində bizim ömrümüzün baharında payızı, qışı qarşımıza gətirdi və burada əziyyət çəkən də bizim övladlarımız oldu. Deməli, övlad tərbiyəsində önəmli olan bir, atanın və ananın təmsil etməsi məsələsidir. Yəni, bugünün evladlarının biraz keçən əsrin evladlarından demirəm, bəlkə də 20-30 il bundan, bəlkə də 40 il bundan qabaqki dövrün uşaqları arasında çox böyük bir fərq var. Əslində, bu tarixdən bəri həmişə bu fərqlər yarana gəlib və normaldır. Amma son bu 30 ildəki texniki tərəqqinin bizim həyatımıza keçməsi artıq uşaqların dünya görüşündə daha fərqli perspektivlər açıb. Biz istəsək də, istəməsək də onların özünün oyun dünyası var, uşaqların bir həyat, yaşam tərzi var. Bəzən biz uşaqlarımıza, bəzən deyil, əslində çox vaxt uşaqlarımıza çata bilmirik. Çünki onlar bizdən daha mahir, daha bilgili, daha cəsur və daha fədakardırlar. Texnikanın içərisində, texnologiyanın içərisində daha dərinliklərə onlar süzülüb gedirlər və biz onlara çata bilmirik. Deməli, onlara çatmış oyunları, onlara qurmuş tələlərdən bizim xəbərimiz yox. Və zaman-zaman o uşaqlarımız o əngəllərlə, həngamələrlə baş-başa qalır. Oradan aldığı travmalar, yad yerlərdən gələn oyunlar, oyunların vasitəsilə onların beyninə göndərilən impulslar uşaqların beyin qırışlarında fərqli informasiyaları kodlandırır, şərtləndirir. Və bir də məsələn gözümüzü açıb baxırıq ki, 12 yaşında bir gənc, 13 yaşında artıq həddi buluq dövrünü keçib, amma dünənki evladımız deyil, çox dəyişib. Yəni o bioloji bir dəyişmə deyil. Əslində uşaqlarda bu dəyişim olur, səsi dəyişir, təbiəti dəyişir, amma bizim gördüyümüz dəyişkənlik tamamilə fərqli bir dünyanın rəhlərini alıb, çaraqlarını özündə daşıyır. Bu baxımdan inanırıq ki, atalarımız, analarımız bu işin fərqinə varırlar. İki böyük memar görürük. Ailəmizin içərisində sözü bir, əməli bir ata və ana bu evlada necə baxacağıq? Öncə ona doğru bir baxış lazımdır ki, bu bizə Allahın bir əmanətidir. Yəni, bu bizim mülkümüz deyil. Əgər bir fikirləşsək ki, bizim mülkümüzü istədiyimiz kimi bağışlarsınız, müdaxilə əsnasında insan taxtanı yonar, məsələn, ondan bir sanki sap düzəldə bilər. Nə bilim, bəlkə də fərqli-fərqli əşyalardan fərqli-fərqli əşyalar düzəltmək mümkündür. Amma insana müdaxilə etmək çox çətindir. Və doğru da deyil. Çünki insanın bir təbiəti var. Ona Allah verib. Biz keçən söhbətimizdə söylədik ki, Rəbbimizin əsmasının içində bir Əl-Əhəd ismi var. Əl-Əhəd ismi odur ki, onun yaratdığı insan digərindən fərqlidir. Yəni, bizim barmağımızın izləri fərqlidir, bizim dərinimiz, xasiyyətimiz, xarakterimiz, xüsusiyyətimiz, fikrimiz, düşüncəmiz fərqli yaradıb Allah. Yəni, mümkün deyil ikisi də eyni olsun. Bu, yaradanın əslində bir əsəri olduğunu ortaya qoyur ki, bəli, Rəbbimiz Əl-Əhəd isminin təcəllisi olaraq fərqli yaradıb. Ona görə də evdə evladlarımıza qarşı
birinci nömrəli bayaq dediyimiz kimi doğru bir baxış öyrənəcəyik. Uşağın xarakterini, xislətini yönəltmək üçün. İkinci bir məsələ bundan ibarətdir ki, evdə gözəl bir mühit qurulacaq. Əgər bir istəyirsə ki, bizim övladımız o mühitdən istifadə eləsin, mütləqdir ki, bir çox dünyəvi və şəxsi problemlərimizi maksimum dərəcədə çalışıb, əgər bir gərginliyimiz varsa, onu uşaqlarımıza yansıtmayaq. Uşaqlarımıza daim aramızdakı ata-ana arasındakı sevgi, hörmət, dəyər, ehtiram, bu kimi dəyərləri övladları görməlidir. Atadan anaya böyük bir hörmət görməlidir. Olur bəzən uşaq, məsələn, tutam ki, ananın bir hərəkətini gəlir atıya yaxınlaşır, deyir ki, anam məni incitdi və yaxud da anam mənə filan şeyi vermədi, filan eləmədi. O anda belə ata işi anaya bağlamalıdır. O sənin anandır, cənnət onun ayaqlarının altındadır. Onun dediklərinə əməl elə, o səni çox sevir, o sənə çox dəyər verir, bu verdiyi qərar da sənin lehinədir. Eyni işi, məsələn, bir şikayət cümlələrini xanıma gedib verdi ki, atam mənim haqqımda bu qərarı verdi və yaxud da filan yerə getməmə imkan vermədi, filan istədiyim əşyanı almadı. Bir şikayət cümləsi olduğu zaman ana öz dəzgahında o şikayət cümləsini bir şükür cümləsinə çevirməli, anında atanın imicini, atanın böyük şəxsiyyətini qorumalı və uşaq sağ-sol bu qalanın içərisində getdiyi yerdən ancaq xeyirlə qayıtmalıdır. Deməli, biz burada nəyi öyrənirik? Quran-ı Kərimdə "Ya eyyuhellezine amenu qu enfusakum və ahliyakum naran və quduhan-nas vel-hicara." Bu ayəni görürük ki, Allah Taala bizə deyir ki, ey inanan insanlar, siz ailənizi və özünüzü yanacağı daşlardan və insanlardan olan cəhənnəmdən qoruyun. Deməli, bu qoruma sadəcə qapını bağlamaq, pəncərəni bağlamaq qoruması deyil. Tam tərsinə uşağın dünyasına bir kəşşaf kimi enib, o uşağın dünyasının fatihinə çevrilmək. Bəli, o könül sarayında gerçək bir taxtımızı əgər qurub, onunla bərabər yan-yana olsaq, o uşaq özünü daha güvənli, daha etibarlı bir əldə, həyata daha əmin və güvənli addımlarla atan bir evlad olaraq yetişdirəcək və biz burada İmam Əli əleyhissalamın söylədiyiniz o cümlənin üzərinə gəlmiş olduq ki, bəli, evladlarınız çağın, zəmanənin nədir? Tərbiyəsi ilə tərbiyələnməli. Amma hansı tərbiyədə bu? Təbii ki, bilgiləri ilə bilgiləndirməlidir. Amma qaldı ki, tərbiyə dəyişməz dəyərdir, o əxlaqi dəyərlərimiz. Bizim tarixi dərinliklərimizdən axıb gəlir və günümüzdə də uşaqlarımıza onu o qaynağı, mənbəyi mütləq göstərməliyik.